Yaponiyanın görkəmli şəxsi Mugiwara Narufi deyir ki, xəstə olanda ət yeməyə lazımdır. Yaponlu da hər halda sözünə qulaq asmaq lazımdır. Hər xəstəliyində gəlirəm ət yeməyə. Yerimiz məlum, bugün Səbət dönərdəyik. Burada ən sevdiyim dönər turşulu dönərdir. 100% yarpaq dönər, 1 qram qiymə yoxdur. Qırmızı soğan və turşu möhtəşəm kombinasiyadır. Sırf buna görə bura gəlməyə dəyər. Beyti sarma. Bunu belə eləyirlər də, belə eləyirsən ki, sousundan da düşsün. Və bir dəfəyə. Ləzzətlidir. Bir tərəvəzi, əti, xəmiri, hər şey var da, rahat. Yeriniz məlum, Səbət dönərdəydim. Gəlin, siz də qonaq olun. Qəşəngdir.